kişi gedib xəyanət belə eləyirsə, o daxilən əziyyət çəkir. Bir dəqiqə üzr istəyirəm. Hansı münasibətində əziyyət çəkir? Mənə xəyanət eləyən kişi günahkar deyil. Daşım məni sevir. 500 manat da qazansa mən onu sevirəm. Bu düzdür özünü aldadır. Nəyə görə özünü aldadır? Bəs uşaq soruşanda ki, niyə boşandınız? Niyə evləndimsə elə də boşandım. Cavab budur. Mama uşaqlarından uzaq dururuq. Hansı ki o el bebek, gül bebek böyüdülüblərsə, gəlirlər ki, məni qısqanır, deməli məni sevir. Absurddur da bu. Sənin atan dünyanın ən yaxşı atasıdır. Çünki o sənin atandır. Eyni şəkildə sənin anan da dünyanın ən yaxşı anasıdır. Çünki o sənin anandır. Bu yayımı 24/7 tətbiqinin baş sponsorluğunda izləyirsiniz. Salam Protalks izləyiciləri. Bugün mövzumuz münasibətlər, münasibətlərdəki xəyanətlərdir. Qonağımız isə psixoloq Günay Bəxşəliyevadır. Salam Günay xanım, xoş gəlmisiniz. Salam, çox sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün. Günay xanım, biz bir münasibət koçu ilə, hətta bir neçə münasibət koçu ilə podkast çəkmişik və mən bir münasibət koçu ilə podkastımızdan sonra dedim ki, bu podkastdan nə öyrəndim? Öyrəndim ki, kim ki analiz qabiliyyəti yüksəkdir, o insan münasibətdə xoşbəxt olur. Okay, bunu aldım, qoydum cibimə. Amma necə analiz eləyək ki, qarşımızdakı insan bizə uyğundurmu? Yəni, okay, analiz eləyək. Amma bunu necə eləyək? Bunu bilmədim. Yaxşı sualdır ümumiyyətcə. Başlanğıcı. Ümumiyyətcə əsas münasibəti analiz eləmədən öncə insan ilk növbədə özünü analiz eləməlidir. Münasibətin daxilindəki var olduğu məni ilə tanış olmursa, həmin münasibətin içində o insanın uğurlu olma ehtimalı yoxdur demək olar ki. Və ona görə də psixologiyanın əsasında duran hissə ondan ibarətdir ki, insan münasibətin daxilində ilk öncə özünü tanısın, sonra münasibətə keçsin. Və mən bütün sosial şəbəkələrimdə, hər birində, istər TikTok, istər Instagramda, mən əslində insanlara bunu çatdırmaq istəyirəm ki, özünüzü tanımadan qurduğunuz münasibətdəsiz deyə, özünüzlə tanış olmadan qurduğunuz münasibətin içindəsiz deyə, məhz uğursuzsuz. Yəni gəlin özünüzlə tanış olun. Bəli, ola bilər ki, bu gün artıq o münasibəti qurmusunuz və onun içində nə edəcəyinizi də bilmirsiniz, daha da itib batırsınız. Amma psixoloji olaraq özünüzlə tanış olsaz, daxilinizdəki mənlə tanış olsaz, artıq o münasibəti necə idarə edə biləcəyinizi də yavaş-yavaş öyrənə bilirsiniz. Çünki hər şeyin kökündə psixoloji durum dayanır. Əsas məsələ buradan başlayır. Yəni mən bu insanı nə axtarıram? Bu insanı niyə yapışıb qalmışam? Bəli. Niyə bu münasibətdəyəm? Kimi özümüzü analiz edirik birinci. Birinci özümüzü. Çünki niyə? İstənilən münasibət nədən qurulur? Travmalardan. Bəli. Siz təsəvvür eləyin, özünüzü düşünək və yaxud da münasibətlərimizi hətta analiz etsək görə bilərik ki, bizim əvvəlki xəyallarımızda olan insanlar var ki, məsələn deyək ki, bir bəydir, sarışın bir xanım arzuluyur və yaxud da bir xanımdır, qaraşın bir bəy arzusundadır həmişə illərlə. Onun kriteriyalarını soruşanda ondan deyir ki, mən məsələn gözləri yaşıl olsun, boyu bu qədər olsun. Amma gəlir nə? Seçim vaxtı çatanda münasibətə kimdən girir? Tamamilə beynində qurduğu insanın əks bir obrazı ilə. Tamamilə əks. Niyə seçim belə olur desəz? Çünki ilk olaraq nə sevişir? Travmalarımız bizim bir-birini tapır. Yəni, okey, mən istəyə bilərəm ki, mənim yanımda bu kriteriyalarda olan bəy olsun. Amma mənim travmalarım var axı, baza travmalarım. Uşaqlıqdan gələn, köklərdən gələn və mən gedirəm, istəklərimə uyğun yox, travmalarıma uyğun münasibət seçirəm həyatıma. Və ona görə də sonra nə baş verir? Sonra biz başlayırıq travmalardan seçdiyimiz münasibət siklını daşımağa çalışmağa. Nəyə görə? Çünki münasibətin içində bir müddət qalırıq və görürük ki, bu münasibət bizlik deyil. Biz onun içində daha da batırıq, məhv oluruq. Hər iki tərəf bunu görür. Bu arada daha çox biz deyirik ki, qadınlar əziyyət çəkir münasibətdə, amma hər iki tərəf. Hətta kişi gedib xəyanət belə eləyirsə belə, xəyanət elədiyi münasibətin içində belə o daxilən əziyyət çəkir. Daxilən. Çünki xoşbəxt deyil. Xoşbəxt hansı kişi xəyanət? Bir dəqiqə üzr istəyirəm. Hansı münasibətində əziyyət çəkir? Xəyanət elədi, yoxsa xəyanət eləyərkən olduğu münasibətdə? Xəyanət, yəni bir qadına xəyanət elədiyi halı ilə belə həm ailəsi var, həm də gedir xəyanət eləyir, deyək kişi.
siz bəzən biz deyirik ki, o kişi çox rahatdır da, xoşbəxtdir. Bir qadın burada var, bir qadın burada var. Bu xoşbəxtçilik deyil axı. O özünü xoşbəxt hiss eləmir. İki münasibətdə də. Daxilən xoşbəxtlik yoxdur. İkiləşmə var daxildə. Çünki olmaq istədiyi tərəf digər tərəfdədir, onun ailəsi deyil. Yanında olmaq istədiyi tərəf onun ailəsi deyil. Amma ailəsi olduğu tərəfin də yanında olmaq istəmir. Söhbət partnerdən gedir. Düzdür? Yanında olmaq istəsə zaten orada qalardı da. İkinci bir münasibət siklı yaradıbsa, demək ki, orada olmaqdan daxilən məmnun deyil. Çünki bu evdəki qadını travmalarla seçir, qadın da onu öz travmaları ilə seçir. Bir müddətdən sonra münasibət pik həddə çatanda, pik hədd hansı həddə ümumiyyətcə? Bir-birini tanıyırlar, iyrənmə dövrü var. Münasibətdə artıq bütün münasibətlərdə var bu arada iyrənmə dövrünə gəlib çatanda, əsl sevgidən qurulmayan münasibətlər iyrənmə dövrünə gəlib çatanda artıq pes eləyir. Sönür orada. Ya kişi gedir xəyanət eləyir, ya qadın xəyanət eləyir. Bu arada qadın xəyanətləri də kifayət qədər faiz var ölkəmizdə. Bunu sessiyalarımda, təlimlərimdə kifayət qədər görə bilirəm ki, həqiqətən ölkədə qadınların da xəyanəti var, amma qadınlar daha çox emosiyalarını idarə edə bilən varlıqlar olduğuna görə daha çox gizli qalır, hətta deyərdim. Nəinki kişi xəyanətləri. Kişi xəyanətini qadın daha tez anlayır, çünki qadın intuitiv bir varlıqdır kişidən emosional olaraq. Amma qadın xəyanət eləyəndə qadın istəyərsə onu gizlətsin, çox rahatlıqla onu illərlə gizlədə bilər. Bu, yəni statistikada da belədir, statistikada da belədir və mən bunu öz sessiyalarımdakı təcrübələrimdən də görə bilirəm ki, yəni insanlar hazır deyillər boşanmağa, qadınlar xüsusilə və sevgi və xoşbəxtlik tapa bilmədikləri üçün də məhz xəyanət eləməyi seçirlər evli qaldıqları münasibətin daxilində. Və bu kişilər üçün də keçərlidir, qadınlar üçün də keçərlidir. Çünki niyə? Çünki travmalardan bir-birini tapıblar vaxtilə və iyrənmə dövrünə gəlib çatıblar münasibət siklında və orada əsl sevgini yarada bilməyiblər daha sonrasında. Hər münasibətdə ilk tapışma, bir-birini tapma dövrü sevgidən deyil də, bu ehtirasdandır. İlk bir-birini tapır, travmalarla tapır. Bu ehtirasdan olan bir münasibətdir və ehtiras sönənə qədər bir dövr gedirik və ehtiras söndü artıq. Bu münasibətdə 1 il çəkə bilər, 6 ay çəkə bilər. Tərəflər bir-birindən artıq o istədikləri həzzi alıb bitirdilər. Əsl sevgi də olmadığına görə burada, əsl sevgiyə keçid edə bilməyəndə artıq nə baş verir? Qırılmalar baş verir burada. Və bundan sonrasında artıq əsl sevgiyə daşıya biləcəklərsə münasibəti, o zaman bəli, bu münasibətin içində qalıb həqiqi uğurlu bir həyat qura biləcəklər özlərinə. Yoxsa ki, davamlı bir-birini günahlandıraraq, bir-birini aşağı çəkərək, mən yaxşıyam, sən pissən, qadın kişiyə deyir, kişi qadına deyir, hansı ki, bir-birinin güzgüsü olduqlarının fərqində belə deyirlər. Deməli, biz bir insanı görürük, xoşumuza gəlir, amma bilmirik niyə xoşumuza gəlir. Onun içindəki qaranlıq, mənim içimdəki qaranlıq bir-birimizi çəkir, travmalarımız. Aha. Ona görə xoşumuza gəlir, onun görünüşü, video fasonu, hər şeyi. Bəli. Sonra biz münasibətə başlayırıq. Bir ümid var ki, biz onu əsl sevgiyə çevirə bilərik bu travmalardan. Amma eləməyə də bilərik. Bəs necə onu eləyəcək? Orada bir yol varmı? Ümumiyyətcə əsl sevgiyə çevirmək üçün insan birinci özünü əsl sevməlidir. Özünü əsl sevməyən insan qarşısındakı partneri sevməsi qeyri-mümkündür. Və sevgi adlandırdığı məfhum da insanların, əgər özünü sevməyən bir insan deyirsə ki, mən qarşımdakı insanı sevirəm, onun sevgi adlandırdığı məfhum sadəcə olaraq asılılıqdan qidalandığı bir hissəni, yəni asılılıqdan qidalandığı bir ortamı sevməsidir. O insanı yox. Ya asılılıqdan qidalanır bu insan, ya xilaskar olmaqdan qidalanır bu insan, ya da qurban olmaqdan qidalanır bu insan və adını da deyir ki, mən sevirəm bunu, qarşımdakı insanı. Özünü sevməyən insan heç kimi sevə bilməzsə əgər, deməli ki, bir insan deyirsə ki, mən o qədər çox sevirəm ki, qarşımdakı insan üçün hər şey eləməyə hazıram, onu itirsəm nə edəcəyimi bilmirəm. Bu düşüncələrlə münasibətin içində qalmağa davam eləyirsə, oradakı sadəcə o psixoloji asılılıqdır insanın. Bu əsl sevgi deyil.
Və əsl sevgiyə çevirmək üçün nə etmək lazımdır desək, ya münasibətdən əvvəl insan özü ilə işləyib asılılığı bitirməlidir. Asıllıq kimdən olur desək, valideynlərimizdən olur. Bizi dünyaya gətirən və bu dünyanı yaşamağı, necə yaşamağı öyrəndiyimiz insanlardan, ana və atamızdan olur. Psixoloji olaraq, psixikada əgər valideynlərə aidliyi bitiribsə bir insan, o zaman travmalardan münasibət yaşamayacaq. Hı. Amma o insan hələ də valideynlərindən psixoloji olaraq, bu arada bu önəmlidir. Siz ola bilər ki, ondan heç maddi asılı olmayasınız. Düşünəsiniz ki, mənim heç bir asılılığım yoxdur, amma psixoloji karkas tam fərqli deyil. Şuuraltı tam fərqli bir şeydir. Əgər Bəlkə həyatınızda həyatda olmaya da bilər yəni. həyatdan köçsələr də belə, siz psixoloji karkasda onlara asılı ola bilirsiniz. Və asılılıqda olduğunuz bir münasibət sikli varsa, istər qadın, istər kişi, birbaşa arxasında valideynlərdən asılılıq dayanır. Onu buraxmaq önəmlidir. Onu buraxdıqdan sonra artıq bu tərəfdə, öz münasibətiniz tərəfdə daha rahat, xoşbəxt münasibət yarada bilirsiniz. Bunun üçün də mütləq insan terapiyaya keçməlidir. Niyə keçməlidir desəz və biz normal doğuluruq, niyə terapiyasız öz həyat yoldaşımızı tapa bilmirik desək və yaxud da əsl sevgini tapa bilmirik desək, çünki bizə əsl sevgini fərqli öyrədiblər əvvəldən uşaqlıqdan. Biz deyirik ki, sən fədakarsansa, sən sevirsən. Uşaqlıqdan nə öyrənmişik? Deyirik ki, sən nə bilim, yoldaşının istəklərinə tabesənsə, sən onu sevirsən. Tabe ola bilmirsənsə, burada sevgi yoxdur. Bizə sevgini fərqli məfhum olaraq öyrədiblər ki, sevgi o demək ki, tabeçilik. Sevgi bir-birini qısıtlamaq. Hətta qızlarımızın çoxusu mən hərdən sessiyalarda görürəm, gəlirlər ki, məni qısqanır, deməli məni sevir. Bu Qısqanclıq sevgi bizə belə öyrədilib də, yəni uşaqlıqdan ki, bir kişi qısqanırsa, qısqanmır, hətta belə deyirlər ki, qısqanmırsa sevmir. Absurddur da bu. Yəni həqiqətən bu düşüncələr bizə yeridildiyi üçün biz o travmaları buraxmalıyıq. Daha sonra əsl sevgiyə keçməliyik. Və bir qızın beynində əgər varsa ki, mənim yoldaşım məni qısqanır, ona görə ki, məni sevir, əlbəttə ki, həmin qız gedib həyatına kimi çəkəcək? Onu qısıtlayan birini. Qısqanclıq bərabərdir qısıtlama. Və beynimizdə hansı proqram otuzdurulubsa, eyni münasibət siklini başlayırıq həyatımızda da yaratmağa. Və ona görə də məhz o uşaqlıqdan öyrədilən əvvəlki mexanizmanı geridə buraxmalıyıq. Xoşbəxt bir münasibət istəyiriksə, yeni bir mexanizm beyində otuzdurmalıyıq. Yəni yeni neyron birləşmələri yaranmalıdır. Bu da yalnız terapiyalar vasitəsilə mümkündür. Deməli, birinci özümüzü tanıyırıq düzgün münasibət qurmaq üçün və hamımız terapiyaya keçməliyik. Bəs psixoloqlar dəyərləri dağıdırmı? Belə bir anlayış da var ki, bu psixoloqlar, hər yerdə bir psixoloq var. Bunlar nəyisə təbliğ edir. Bunlar yanlış bir şey təbliğ edir. Belə anlayışlar var. Bu barədə nə düşünürsüz? Psixoloqlar dəyərləri dağıdır. Hansı dəyərlər? Hansıdır o dəyərlər? Nədir axı bizim dəyərlərimiz ki, biz onu dağıdırıq? Kim qoymuşdu bu dəyərləri? Bizim dəyərlərimizi dağıdır dedikləri nədir? Gəlin baxaq da, gəlin baxaq görək bu nədir? Bizim dəyərimiz həqiqətən əziyyətdirmi? Həqiqətən bizim dəyərimiz dözməkdirmi? Həqiqətən bizim dəyərimiz fədakarlıqdırmı? Yaxşı, biz bu dəyərlərlə yaşadıq da, 100 illərdir yaşadıq. Bizə nə verdi? Heç nə verməyib. Xoşbəxtlik vermədi. Xoşbəxtlik vermədi də ölkəmizin çıxaq çölə, bayıra bu gün baxaq. 80% insanın üzünə baxanda kədər var, gərginlik var, aqressiya var, depressiya var. Bunlar hamısı bəs bir insan, bir ölkənin tam olaraq araşdıranda ki, ölkənin məsələn mental sağlamlığı yerində deyilsə insanların, bunun kökündə nə dayanır? Kənar təsirlər yox, daxili təsirlər. Əsas budur da, yəni bizim daxilimizdə nə var? Dəyərlərimiz, dəyərlər adı altında bizə yeridilənlər. Budurmu yəni bizim dəyərlərimiz? Yaxşı, mental dəyərlər deyirik, din deyirik, okey, bunlar biz də istəyirik, müəyyən səviyyədə qalsın, qalmaq şərti ilə. Amma hər insan fərqinə varmalıdır. Daha sonra deməlidir, bu həqiqətən mənim dəyərimdirmi? Yoxsa sadəcə olaraq mənə cəmiyyət bunu ötürmüşdü, mən də buna inanmışam, anam, atam da mənə bunu demişdi, mən də bunu davam elətdirirəm. O köçmüşdə dözüb otururdular ya. Niyə dözüb otururlar? Bu dəyəri psixoloq niyə saxlasın? Yaxşı, biz dağıdırıq o dəyərləri. Yaxşı, siz bu qalan dəyərlərlə xoşbəxtlik göstərin də bizə.
Göstərin, yoxdur axı xoşbəxtlik. Yoxdur, hardadır? İnsanlar hamısı hansına baxırsan şikayətçidirlər, hansına baxırsan xoşbəxt olmayan ailələri davam elətdirmək məcburiyyətindədirlər. Bunu da inanıblar buna. Yaxşı, bu nəsil bunu deyək ki, saxlayır da. Mən razı. Bu nəsil deyir ki, bizim valideynlərimiz bunu gətirdi. Dedi ki, okey, evlənmişəm mən, uşaqlarım var, artıq nə bilim ayrıla bilmərəm, mənə əziyyət verən insanla yaşamağa məcbur hiss eləyirəm özümü. Bu nəsil bunu gətirdi. Bu bizə də başlayır axı. Eyni şey bizdə də təkrarlanmağa. Mən danışmayım. Siz danışmayın. O danışmasın. Bu dəyərlər dağılacaq deyə. Heç birimiz danışmayaq, susaq oturaq. Bəs bizim uşaqlarımız? Yaxşı, onlara da eyni sxemi ötürək. Nə olacaq? Yaxşı, bu ölkə haçan inkişaf eləyəcək? Nə vaxt inkişaf eləyəcək bu ölkə? Yəni biz çürük bir cəmiyyət yaradırıq, Çürük ötürə-ötürə. Nəsillərə bilirsiniz nə ötürürük? Eyni şeydə get sən də döz, mən dözmüşəm, sən də döz. Əziyyət çək, fədakarlıq elə. Nə bilim, münasibətində necə insan seçə biləcəyini belə bir ana, bir ata öz övladına öyrədə bilmirsə, hələ bunun özü fərqindəliyini yaşamayıbsa, bunu mən də danışmasam, bir psixoloq da danışmasın, bəs onda yaxşı, bu uşaq hardan öyrənsin bunu? Öz ana atasında bunu görməyib. Orada xoşbəxtliyi görməyib. Orada ancaq əzab-əziyyət görüb. Orada ancaq fədakarlıq görüb. Bunu görməyib də, bunu axı kimsə danışmalıdır. Bəli, o görməyib, elə bilir ki, bəlkə də normalı budur, amma kimsə desə ki, yo, normalı bu Bəli. deyil, bəlkə düşünəcək, bəlkə aydınlanacaq. Görməyib və düşünür ki, normalı budur. Amma məsələn mən çıxıram, danışıram. Bəli, ola bilər ki, məni qınasınlar. Desinlər ki, bizim dəyərlərimizi dağıdır. Bu nə danışır bu qız? Nəyi təbliğ edirsən? Nəyi təbliğ? Bəli. Bir də Günay xanım, belə bir anlayış da var ki, biz psixoloqa getmişik bəyəm. Siz bu yeni nəsil elə tez-tez psixoloqa gedir. Orada da bir cavab gəlir ki, siz getməmisiniz, amma heç xoşbəxt də deyilsiniz. Amma onu sübut da eləmək olmur ki, yəni getməyib yaxşı iş görməmisiniz. Sübut eləmək əslində çox rahatdır. Çox rahatdır. Hərəsində bir sual versən, bu sözü deyənlərin, daxili aləminə insən bir sualla. Ki, yəni xoşbəxt deyilsən də, sən yaxşı xoşbəxt olmadın. Bəziləri də deyir ki, niyə mən 20 ildir, 30 ildir əziyyət çəkmişəm, indi rahatlıq tapıram. Rahatlıq tapdıqları da nədir? Artıq 50-60 yaşına çatanda hə rahatlaşıblar, evdə otururlar, nəvə var, oğul var, uşaq var və başlayırlar indi də onların dərdini çəkməyə də. Öz dərdləri qutarıb, 40 il çəkdilər, bitirdilər. İndi də uşağın dərdini çəkirlər, nəvənin dərdini çəkirlər, düzgün psixoloji durumda yetişdirmədikləri övladların ailəsini idarə eləyə bilməməsinin, maddi və mənəvi idarəçiliyi bacara bilməməsinin başlayırlar dərdini çəkməyə və onlara da aşılayırlar ki, mən 40 il əziyyət çəkmişdim. Sən də gəlinə bunu deyirlər, nə bilim qıza bunu deyirlər ki, 40 il mən də əziyyətli yolu keçdim. İndi bax, ailəmi saxlamışam, rahat yaşayıram. Uğur nədir bizim cəmiyyətdə? 40 il ailə kimi yaşamaq. Amma necə yaşamaq heç kimə maraqlı deyil. Nə, o daxildə nə baş verir, o evin içində nələr olur, o önəmli Xoşbəxtsən deyil. sualını verən yoxdur. Soruşmurlar ki, bala qızım ərə getmisən, xoşbəxtsən, yoxsa sən necə yaşayırsan? Deyirlər əsas odur qal orada. Əsas odur ki, sən yaşayırsan da adında, yəni Evə cəmiyyətdə gəlir də kişi. var da orada nəsə, məhfum var. Və sən ailəsən. Adın ailədir də, yəni. Əsas odur. Bu artıq dəyər deyil. Bizim insanlarımız biraz xoşbəxt olmağı da bilmirlər. Yəni xoşbəxtsən desən deyəcək ki, yediyim önümdə, yemədiyim arkamda. Yəni yeməyim var, evim var, söhbətimdə mən xoşbəxtəm. Xoşbəxtəm deyirsə əgər, problem yoxdur burada. Hı. Əgər deyirsə ki, yediyim önümdə, yemədiyim arkamda, nə bilim. Əgər belə deyirsə, yəni bir psixoloq olaraq deyə bilərəm ki, heç bir problem yoxdur o insanda. Amma çoxsu elə demir axı. 90% xoşbəxt deyil, 80% xoşbəxt deyil. Deyir ki, məndə problemlər var, amma o problemlərimin də üzümə vurulmasını istəmirəm. Niyə istəmirəm? Çünki üzümə vurulsa başa düşəcəm ki, məsuliyyəti mən götürməliyəm. Burdan çıxışı mən tapmalıyam. Günahkar başqaları deyil. Yoldaşım deyil, mənə xəyanət edən kişi günahkar deyil. Bunu anlamaq istəmirlər qadınlar ki, həyatındakı kişi sənə illərlə xəyanət eləyirsə, günah o kişidə deyil. Bəsdirin. Budur bizim dəyərimiz ki, yeridirik ki, ay fədakar qadın, ay fədakar ana, ailəsini qoruyub saxladı, 40 il əri ona xəyanət elədi. O qədər güclü qadın idi ki. Sustu dözdü. Güclü qadın nədir? Kimdir güclü qadın? Dözən qadın güclü qadındırmı yəni? Biz niyə buna inanmışıq?
Bizə niyə belə inandırıblar ki, qadın nəyisə dözürsə, 30 il, 20 il ailəni daşıyırsa o güclüdür. O güclü deyil. O sadəcə olaraq güclü olmaq məcburiyyəti olduğuna inandırılıb və əziyyət çəkməyin normal olduğuna inandırılıb. O öz həyatının yaşamağının normal olmadığına inanır. Yalnız insanlar üçün, ətraf üçün yaşamağın normal olduğuna inandırılıb uşaqlıqdan. Yenə də tam günahkar qadın da deməzdim. Yəni dözür deyə xəyanətə. Heç bir günahkardır. münasibətdə tam günahkar yoxdur və mənə görə günahkar yoxdur. Ümumiyyətcə, bayaq dediyimiz kimi, sadəcə olaraq nəyə görə bu məsələni üzərindən danışıram? Çünki biz buna inanırıq deyə və Da bir inancı sarsmaq lazım. inancı bir insan anlamalıdır da. O situasiyanın içindən necə çıxmaq olar? Mən fərqinə varmalıyam ki, məsələ mənlə bağlıdır. Amma bizdə daha çox deyirlər ki, bu qadın yaxşı qadındır, ailəsini qoruyur, kişi pisdir və ikinci qadın pisdir. Ailəni dağıdan bir obraz da var da, ikinci O qadın. mövzuya da deyək. İkinci qadın. Üçüncü nəfərmi günahkardır, yoxsa xəyanət edən tərəfmi günahkardır? Çünki belə bir anlayış da var ki, üçüncü nəfərin nə günahı var ki, onun heç kəsə bir sədaqət borcu yoxdur. Ya bu düzgün anlayışdırmı? Mənə elə gəlir ki, bir 50-50 ikisi də günahkardır. O da bilir ki, bu evlidir də, yəni. Ümumiyyətlə üçlü münasibətlərin içində günahkar yoxdur, amma hər üç tərəf psixoloji travmatikdir. Hər üç tərəf. Və necə travmatikdir desək, burdakı evdəki qadın, belə deyək. Evdəki qadın zaten güvən duyğusu formalaşmayan bir qadındır. Burada ola bilər ki, ata obrazı zəif bir fiqur olub həyatındakı, eyni bu da partnerə proyeksiya verib və yaxud da ola bilər ki, ata obrazı ümumiyyətcə olmayıb həyatında və yaxud da varlığı ilə yoxluğu bilinməyib, güvən duyğusu yoxdur. Güvən duyğusunu formalaşdıran fiqur atadır ümumiyyətcə. Bir qadın arxasından atanı götür, o fiquru var kimi hiss eləməsin, o qadın gələcəkdəki münasibətlərində güvənilməz bir partner yaradacaq. Çünki o bir kişiyə güvənməyi öyrənməyib uşaqlıqda. Və ona görə də eyni proyeksiya gəlir bir həyatına başqa bir kişi, yenə güvənilməyən kişi. Eyni proyeksiyanı başlayır yaşamağa. Və qadının məhz travmatikası budur əsasən. Burada başqa vəziyyətlər də ola bilər. Ana obrazının daha çox dominant olması və davamlı yəni qız uşağını, davamlı öz qızını sıxma boğma altında böyütməsi. Və bu zamanda nə baş verir? Bu zamanda həmin qızlar gedib münasibət qurarkən məhz sıxma boğma altında olduqları münasibət siklını çəkirlər həyatlarında. Eyni proyeksiyadır. Gəlir. Anam mənə eyni şey eləmişdi, indi də gəlir partnerim mənə eyni şey eləyir. Və bu travmatikalar varsa qadında, üç tərəfli münasibətdə, bir evdəki fədakar qadında məhz bu travmatikalar olur. Fərqli vəziyyətlər də ola bilər. Və burada kişi var, iki qadın olan həyatında, hətta 3-4 qadın da ola bilər. İki qadın olan həyatındakı kişi isə onun da sevgi boşluğu var uşaqlıqdan gələn. Alıb bitirə bilmir. Bir qadından onu alıb bitirə bilmir. Ona lazımdır ki, daha çox qadın olsun ki, o sevgi boşluğunu tamamlanmış hiss eləsin və heç vaxt da hiss eləyə bilmir. Çünki psixoloji boşluqdur, emosional boşluqdur. Onu alıb bitirməlidir. Və digər bir qadın var, ikinci qadın, bizim cəmiyyətdə qınadığımız, top atəşinə tutduğumuz, ailəni dağıdır elan elədiyimiz qadınlar da var və o qadının özünün də məhz rəqabət ehtiyacı var və daxili rəqabət ehtiyacından dolayı məhz burada həmən o evdəki qadınla rəqabət hissini yaşayır. Və sanki ona qalib gəlmək istədiyini və qalib gəldiyini göstərmək üçün bu kişini onun əlindən almışam və o kişini əlindən aldım və mən qalibəm hissini yaşamaq istəyir. O da öz anası ilə daxili rəqabətdədir. Bu da onun məhz psixoloji travmatikasıdır, uşaqlıqdan gələn. Yəni köklər hamısı uşaqlıqdan gəlir. Münasibətdə yaşadığımız hər vəziyyət məhz uşaqlıqdan yaranan vəziyyətlərdir. Bunu müəyyən eləsək, öz-özümüzə düzəldə bilərikmi bunu ki, bu səbəbdən gəlir, okey, bunu saxlayım, belə bir şey deyə bilərik? Əlbəttə, əlbəttə. Bəs terapiyalar bunun üçündür. Və insan öz üzərində işləyib
bu vəziyyətləri dəyişdirə bilər həyatında və daxil olduğu münasibətin içində də yeni halında yarada bilər, münasibətin yeni növünə də keçid eləyə bilər. Və bunun səbəbi çünki psixolojidir sadəcə. Başqa insanları günahlandırmağa ehtiyac yoxdur. İstər fədakar qadın, istər o kişi, istər ikinci qadın başqalarını günahlandırmağı dayandırıb, mən bu vəziyyətin içində niyəyəm sualını özünə verib və keçmişində valideynlərlə yaşadığı proyeksiyalara baxıb, o proyeksiyaları psixoloji buraxıb vəziyyəti çözə bilər. Tamam, biraz da qadın xəyanətlərindən danışaq. Çünki misal çəkdik ki, kişidir, 2 qadın var. Bilirəm ki, şərhlərdə yazacaqlar ki, indi qadınlar daha çox xəyanət edir. Bunu tez-tez yazırlar, ürəkləri doldu bu barədə. Biraz da bundan danışaq. Mən əsas nəyi demək istəyirəm? Hərdən görürük ki, psixoloqlar və s. ya da nə bilim yaşam koçu deyir ki, kişinin xəyanəti fizikidir, qadında başqa cürdür. Qadın emosional xəyanət edir. Sizcə kişi və qadının xəyanəti fərqlidirmi? Fərqli motivasiyalardanmı olur? Bəli. Həqiqətən də belədir. Yəni nəyə görə? Ümumiyyətcə bir qadının xəyanət eləməsi üçün mütləq şəkildə bir münasibəti tamamilə bitirməsi lazımdır. Əvvəlki münasibəti tamamilə bitməlidir. Nə mənada? Yəni beyində bitməlidir. Beyində bitirir. Daha sonra artıq bir müddət o münasibət barədə düşünməyə başlayır. Yaratmağa başlayır ki, yenisi də olar mənə. Artıq burada alınmır. Amma bəzən zəif qadınlar da var, gücsüzdülər çox və boşanma qərarı verə bilmirlər, ayrıla bilmirlər və yaxud da maddi gücü çatmır. Özlərində işləməmiş qadınlardır bunlar və psixoloji olaraq tam buraxa bilmirlər. Asılılığı. Bu asılılıqdır çünki artıq var olduğu münasibətin içində var olaraq gedib xəyanət eləyirsə, artıq burada asılılıqda ilişib deməkdir. Və onu buraxa bilmir. Onu buraxa bilmir və gedir bu tərəfdə artıq müəyyən bir müddət düşündüyü bir münasibətə daxil olur. Və birdən-birə bəli, kişilər birdən-birə münasibətə daxil ola bilərlər. Yəni heç də düşünmür kişi, bir gecəlik münasibət yaşaya bilər və daha sonra evə qayıda bilər. O qadına heç bir emosional bağı olmayacaq. Təbii ki, bu təkrarlanmırsa, bu önəmlidir. Və davamlı təkrarlanırsa eyni şey, təbii ki, orada artıq bağın yaranması deməkdir. Eyni şey qadın bir qadınla münasibətdə qalırsa, orada bağ var deməkdir. Amma məsələn bir gecə nəsə baş verdi, münasibət yaşandı və daha sonra qayıdıb gəlirsə, heç fərqində belə olmaya bilər. Ola da bilər, olmaya da bilər kişidə, amma qadın mütləq fərqindədir. Qadın mütləq fərqindədir. Çünki biz yaradılışda fərqli yaradılmışıq. Kişilər fərqli, qadınlar daha fərqlidir. Qadınlar daha emosionaldır. Onu qərar verir, ondan sonra xəyanət edir. Bəli, bəli. Amma bu tərəfdən qadının və kişinin yaradılışları fərqlidir deyə qadın kişidən nə istəyir? Qadın kişidən onu istəyir ki, məni qoru, mənə maddi gücünü ver. Daxili istəyimiz budur bizim qadın olaraq kişidən. Qoruma da o vaxtdan gəlir, hətta yaradılışdan, qəbilə dövründən belə, mağara dövründən. Bəli, çünki aidliyimiz haradısa oradır da, keçmişədir. Və qoruma var və kişilər bunu həyata keçirirdilər. Və indi də qadın əslində münasibətdə dinamikanın pozulmasına səbəb olan şeylərdən biri də budur. Qadın o qorumanı ala bilməyəndə, qadın o maddi təminatı ala bilməyəndə başlayır aqressiyaya girməyə. Başlayır münasibətdə sıxılmağa, gərginləşməyə, deyinməyə, kişilərin dili ilə desək, deyinməyə və daha sonra nə baş verir? Kişi də deyir, mən bezmişəm dırdır qadından. Belə deyirlər daha çox. Və dırdır olmasının səbəbi kişinin yaradılışdan ona verilən gücünü öz içində oyada bilməməsidir çox kişilərin. Zaten bütün kişilərdə bu güc var. Maddi təminat gücü var bütün kişilərdə. Bütün kişilərdə qoruma instinkti var. Amma müəyyən müddət yaradılışda, yəni dünyaya gələndə var idi. Amma müəyyən müddət kişidə bu güc öldürüldü. Necə öldürüldü? Məsələn, valideynlər öldürdü daha çox, cəmiyyət, məktəb, bağça. Oğlum, mən səni qoruyacağam, mən sənə pul verəcəm, sən işləmə. Sən heç nə eləmə də, sənlik deyil. Sən bacarmazsan, uşaqlıqdan deyirik. Sən bacarmazsan, sənlik deyil. Mən sənin yerinə eləyərəm. Oğlan uşaqlarını məhz bu şəkildə yetişdirməyə başladığımız müddətdən etibarən kişilərin qazanma mexanizmini də öldürməyə başladıq biz.
Daxilində o qazanma hissini öldürməyə başladıq və ona görə də əslində bir kişi fokuslansa, fokusu versə, bir qadından 10 dəfə daha çox fokuslanmağa meylli olan varlıqlardır. Amma qadın fokuslanmağa o qədər də meylli olan bir məfhum deyil. Amma kişidə belədir bu. Amma kişilər fokusunu yayındırdıqları müddətdə başlayırlar nə etməyə? Münasibətin içində öz rollarını itirməyə. Qadın da başlayır dırdır eləməyə. Və sonra da kişi deyir ki, sən dırdır eləyirsən, mən bezdim, gedirəm başqa yerə. Əslində sənin verməli olduğun sadəcə yaradılışdan olan təminat idi ki, qadın rahat olsun. İstəmir də bu qadın. Bəli, təminat, qorunma. Bunu ver. Amma məsələ burasındadır ki, burada da önəmli bir şey var. Məsələ burasındadır ki, qadınlar da nə istədiyini bilmirlər. Nə istədiyini bilmədən və kimdən istədiyini bilmədən münasibətə keçirlər. Bu da önəmlidir. Nəyə görə kimdən istədiyini bilmədən özünü tanımayan bir qadın bilmir ki, mən nə qədər pul qazanan kişinin yanında xoşbəxtlik tapa bilərəm. Bilmir bunu. Məsələn, pula nəyə görə gətirirəm? Çünki maddi güc önəmlidir və daha çox ailədə baş verən problemlərin kökündə bu dayanır. Və özünü tanımayan bir qadın da normal olaraq başa düşmədiyi üçün ki, bu kişidə bu potensial yoxdur, mənə onu verə bilməyəcək, mən bu cür yaşamaq istəyirəm. Və yanımdakı partnerim də onu mənə təmin edəcək potensialda biri deyil və yaxud da məni o qədər sevirmi ki, mənim üçün o daxilindəki potensialı açacaq. Bunu bilməlidir. Çünki bir kişi o zaman yaradılışdakı gücünə qayıda bilir ki, əvvəlki gücünə, yaradanın verdiyi o daxili gücə. Yanında həqiqətən sevdiyi və onu itirməkdən qorxduğu bir qadın var. Və mən bəzən deyirəm, bəzən eşidirsiniz yəqin ki, çox psixoloqlar deyir ki, bir qadın bir kişini qazanmağa sövq edə bilər. Amma necə edə bilər? O kişi o qadını həqiqi sevirsə, onu itirməkdən qorxursa, onun ehtiyaclarını ödəyə bilmək üçün onsuz da daxilində olan o potensialı var, onsuz da bütün kişilərin daxilində. Və onda öldürülmüş potensialı açacaq, dartınacaq və açacaq. Yanındakı qadını sevdiyi üçün. Bu önəmlidir. Deməli, mama uşaqlarından uzaq dururuq. Hansı ki o el bebek, gül bebek böyüdülüblərsə, bunlarda o qazanma, o mücadilə, o mübarizə ruhu yoxdur. Bu insanlar münasibətdə də uğursuz olacaqlar. Bu insanlardan uzaq dururuq və kimsə də boş-boş danışırsa, hərəkətə keçmirsə, bu insanlardan da uzaq dururuq. Yekünlaşdırıram hamısını. Bu insanlardan da uzaq dururuq. Çünki o əslində həqiqətən sevsəydi, demək ki, o daxilində olan gücünü ortaya qoyardı. Çünki bu onun daxilində var onsuz da. Yəni. Var, hər bir çətin bir şey var. deyil. Bəli. Və uzaq dururuq deməyək. Uzaq dururuq deməyək. Tamam. Uzaq dururuq deməyək. Niyə deməyək? Çünki elə insan var ki, deyir ki, elə qadın var ki, deyir ki, mənim yanımda elə bir kişi olsun ki, mən onu idarə eləyim. Düzdür? Yəni seçimlər fərqlidir də. Məsələn, biz o qadına desək ki, kişi çox qazanmalıdır, o deyəcək ki, mənə lazım deyil bu. Mənə lazımdır ki, mənim yanımdakı kişi sadəcə sakit otursun, mənim işlərimə qarışmasın. Bəli, dominant qadınlar da var, yəni sən istəyirsənsə buyur. Bu mənim üçün kifayətdir. Düzdür? Biz o insanlar üçün danışmırıq. Elə insan da var ki, deyir ki, mənim yoldaşım məni sevir, 500 manat da qazansa mən onu sevirəm. Bu düzdür, özünü aldadır. Nəyə görə özünü aldadır? Nəyə görə özünü aldadır? Çünki qadın buna inanır ki, daxilində narahatçılığının səbəbini də bilmir. Narahatdır, sıxıntıları var. İstər-istəməz bir ailədir də, düzdür? Bir ailədir. İnsan əgər övladı da varsa, o uşağa nəyisə birini eləyə bilməyəndə sıxıntıya keçir də. İlk olaraq kim yaşayır bu sıxıntını? Qadın yaşayır. Düzdürmü? Sıxıntı yaşayır və bir tərəfdən də inanıb ki, yoldaşımın elə bacardığı budur. Mən onu niyə sıxışdırım ki? Bir özü başlayır o sıxıntıları içində yaşamağa və bu da başlayır hər hansısa xəstəliklərə gətirib çıxartmağa daha sonrasında. Daxili xəstəliklər, zob xəstəlikləridir. Hər biri burdan yaranan səbəblərdir. Sıxıntını dözməyi içinə atmaqla, hər şeyi içində yaşamaqla, biruzə verməməklə, emosiyaları, hissləri açmamaqla qadın xəstəliklərinin kökləri burdan gəlir. Siz görə bilərsiniz ki, məsələn, qadınlarda daha çox qadınlıqla bağlı problemlər olur. Çoxlu qadınların 40 yaşına çatmadan 40-45 yaşlarında uşaqlığın götürülməsi ilə nəticələnir. Səbəblər hamısı burdadır.
psixolojikdir. Səbəblər İçinə atır. özünə icazə verməmək, dözməyi normallaşdırmaq, içinə atmaq, özünü tanımamaq, özünü tanımadan, qarşısındakı tanımadan münasibətə girmək və sonra da ona öyrədildiyi kimi bunun normal olduğuna inanıb bu münasibəti davam elətdirmək. Bəli, siz bunun normal olduğuna inanıb bunu davam elətdirə bilərsiniz. Amma öz emosiyalarınızla işləyin ki, o emosiyalar içinizdə qalıb sizə xəstəliklər kimi qayıtmasın da, çıxardın onları içinizdən. Çünki bir kişinin yaradılışdan, necə ki təmin etmə gücü var, bir qadının da yaradılışdan təmin olunma istəyi var. Əgər yanındakı kişi onu təmin etmirsə, o qadın neyniyir? Başlayır daxilində aqressiya yaşamağa. Eyni şəkildə də kişinin təmin etmə gücü var. Əgər o hiss eləyirsə ki, yanındakı qadını təmin edə bilmir, o kişi də başlayır daxilində aqressiya yaşamağa. Təmin edə bilmədiyi üçün aktiv aqressiya ola bilər, passiv aqressiya ola bilər bu. Aktiv aqressiya odur ki, qadın daha çoxunu istəyəndə qadına şiddət göstərə bilər kişi və yaxud da uşağa şiddət göstərə bilər, əsəbləşir, əsəbini, aqressiyasını göstərə bilər. Bu aktiv aqressiyadır. Və təmin edə bilmədiyi üçün, təmin edə bilmədiyi hissini yaşadığı üçün kişi içində passiv aqressiya da odur ki, siqaretə qurşanma, asılılığa qurşanma, hər hansısa bir, nə bilim, qumar oynama kimi, narkotika qurşanma kimi. Bu isə passiv aqressiyanın göstəricisidir ki, məhz daxilində anlayır ki, bu ailəni saxlaya bilmir, təmin edə bilmir və təmin edə bilmədiyindən dolayı da başlayır aqressiyasını ya özünə yönəltməyə, ya da qarşısındakına yönəltməyə. Bəli, biz burada heç nəyi normallaşdırmırıq, sadəcə aydınlaşdırırıq. Yəni heç bir şey haqq qazandırmırıq. Rəylərdə yazırsınız, ona görə vurğulayıram. Sadəcə səbəbini ortaya çıxartdıq, haqq qazandırmadıq. Bu belədir, bu səbəbdən belədir. Təbiətimizdə bəzi şeylər var. Təbiətimizə zidd davrananda bu gəlir bizim xəstəliklərimizə çevrilir və ya uğursuz münasibətə çevrilir. Yəni bu insanların təbiətində təmin etmə instinkti var. Bizim də təbiətimizdə təmin olunma istəyi var. Yəni gəlin buna zidd davranmayaq. Günay xanım, biz qadın xəyanətindən də danışdıq, kişi xəyanətindən də danışdıq. İndi bir maraqlı nöqtəyə də dəynək ki, qadın və ya kişi xəyanəti bağışladısa, bağışlayandan sonra hansı hallarla qarşılaşa bilər? Hansı hallara hazır olmalıdır? Daha çox bizim ölkəmiz və mentalitetimiz üçün qadınlar xəyanəti bağışlayırlar. Normal olan bizim mentalitet üçün bu sayılır da. Mən görməmişəm ki, yəni kişilər xəyanəti görsünlər, anlasınlar və bağışlasınlar. Bəlkə də ola bilər, amma çox az faizdir da, cüzi faizdir, düzdür? Və qadınlar xəyanəti bağışladım deyirlər. Bu həqiqətən bağışladınmıdır sizcə? Onlar həqiqətən bağışlayıblarmı, yoxsa sadəcə olaraq maskalanırlar? O da ola bilər. Və ola bilər yox, daha çox odur hətta. Çünki qadınlar Niyə də bağışlamalıdır? Nəysə, Çünki niyə? Çünki niyə bağışlamasa daha yaxşıdır, nəinki maskalansa, burası önəmlidir. Qadın deyir ki, mən bağışladım, mən qəbul elədim təzədən yoldaşımı və başladım həyatımı yaşamağa. Düzdür? Yaxşı bağışladın, bəs özünə hansı hissləri yaşatdın? Və bağışlaya bilərsən xəyanəti. Bağışlamaqda bir problem yoxdur. Bu arada bu seçim məsələsidir. Hər qadına demək olmaz ki, sən xəyanəti bağışlama və mütləq və yaxud da bağışlamamalısan. Belə bir şey yoxdur. Elə insan var ki, deyir ki, mən həyatımdakı insanı o qədər sevirəm ki, onsuz qalmaqdansa onun xəyanətini həzm etməyə hazıram. Biz bu insana heç nə deyə bilmərik. Bu sənin seçimindir. Amma məsələ burasındadır ki, sən bunu seçəndən sonra özünə hansı duyğuları yaşadırsan o münasibətin içində? Sən mütləq münasibət xəyanət bağışlanandan sonra iki tərəf də terapiya keçməlidir ki, o evin içinə qayıdanda artıq o evin içində itlə pişik kimi bir-birinə hər dəqiqə o xəyanəti xatırladaraq davam eləməsinlər yaşamağa. Bu bağışlamaq deyil çünki. Bu özünü aldatmaq, bu uşaqlara da gələcəkdə travma qoymaqdır. Bağışladım adı altında. Və qadın neyniyir? İçdən özünü yeyir. Və başlayır deyir ki, bağışlamışam, amma içdən bağışlamayıb, baxı yalandandır bu, maskadan bağışlamaqdır. Daxilində əziyyət çəkir və hər dəfə kişi unudub artıq məsələni, xəyanət edib və düşünür ki, qadın da onu bağışlayıb, ailənin içində təkrar qayıdıblar.
Hətta növbəti xəyanəti eləməsə də belə, hətta eləməyən hal üçün deyirəm ha, eləməsə də belə kişi unudub hər şeyi, düzdür? Gəlib münasibətə daxil olub, amma qadın unutmayıb. Hər xırda mübahisədə o xəyanəti o kişinin yadına salır və özü də təkrar-təkrar yaşayır bunu. Bir dəfə yaşadın, bitirdin, bağışlamışam. Bir də var ki, bağışlamışam deyib başlaya. Bir də var ki, hər xırda içində daxilində bitirməyib deyə, hər xırda münaqişədə təkrar öz yadına salır, onun yadına salır, uşaqlarının yadına salır. Təzədən başlayır o hadisələr beyində fırlanmağa, eyni şeylər. Çünki özü ilə işləmədən gəldi. Psixoloji durumundakı o həqiqi bağışlamanı keçmədən, bu arada bağışlama deyəndə o bağ kəsmədən nə bilim, bəzən deyirlər, bağ kəsmə elədim, bağışladım. Belə bir şeydən söhbət getmir. Yəni sadəcə olaraq sən həqiqətən inanmalısan ki, mən özümü sevirəm və özümü sevdiyim üçün bu münasibətin içindəyəm. Başqaları üçün yox. Bu uşaq üçün yox, nə bilim, bu cəmiyyət üçün yox, bu kişi üçün yox. Sadəcə olaraq mən bu münasibətin içində həqiqətən var olmaq üçün qayıtmışam bura. Bunu terapiya keçərək anlayıb, daha sonra həqiqi mənada qayıda bilirsinizsə ora, o evin içinə. Orada artıq siz rahatsınız. Amma yoxsa siz davamlı illərlə eyni şeyləri, hətta təkrar başlayırsınız yaşamağa qadın olaraq. Hətta bu birinci variant üçün keçərli idi ki, kişi əgər ikinci dəfədə xəyanət eləmirsə, çox halda belə olmur. Və eləmədiyi halda da belə qadın yenə də emosiyaları ilə barışmayıbsa, işləməyibsə, yenə də o münasibətdə travmalara yol açır ailə daxilində və gərginliyə, stressə səbəb olur. Amma çox hallarda da kişi yenidən xəyanət eləyir. Çox hallarda. Niyə xəyanət eləyir desəz, çünki artıq qadını cibdə görür. Evdəki qadın artıq bir dəfə bağışlayıb və başlayır onu dəyərsizləşdirməyə. Çünki niyə? Qadın özünə dəyər vermədi. Özünə dəyər verməyən qadını partneri 2 qat dəyərsizləşdirir. Siz bu dəyəri də necə yarada bilərdiniz desəz, yəni bir insan xəyanət elədim, bağışladım, gəldim, ailənin içində qaldım təkrar və bir daha eləməyəcək yox da, sadəcə olaraq emosional xəyanət nədən yaranır? Emosional boşluqlardan, sevgi boşluqlarından. Düzdür? Bir insanın qarşısına sən şərt olaraq qoymalıydın ki, sən gedib özünlə işləyib, emosional boşluqlarını doldurub müəyyən aylar ərzində, daha sonra məni həqiqətən sevirsənsə, bu ailənin həqiqətən var olmağını istəyirsənsə, daha sonra qayıda bilərsən. Mən səni gözləyəcəm orada. Ki, bir neçə aylar özünlə işləyəsən məsələn. Bu artıq olur nə? Qadının özünə dəyər verməsi. Qadının özünə dəyər verməsi olur ki, o kişinin qarşısına elədiyi xəyanət üçün nəsə bir məqsəd qoydu. Qadın necə biləcək ki, bu özünü inkişaf etdirdi, artıq dəyişdi? Yəni onu necə müəyyənləşdirəcək? Bunu ümumiyyətcə məsələn demək olar ki, sən terapiyaya keçməlisən və mən də bu terapiyalardan xəbərdar olacağam. Biləcəm ki, sən düzənli bu terapiyaları keçirsən və üstəgəl də bir neçə aylar bu davam eləyəndən sonra artıq sən qayıdıb gələndə, həqiqətən qayıdıb gələndə məni həqiqətən sənin o indiki versiyan artıq məni qane eləsə, çünki terapiya elə bir şeydir ki, 4-5 ay onu keçəndə insanın psixoloji durumu, şuuraltısı tamamilə dəyişir. Yəni hiss olunacaq deyirsən. Çox tez, çox rahat hiss olunur bu və qadın onu hiss eləyir və ona artıq bu addımı atdığı üçün də dəyişməsə belə şans verə bilər. Dəyişməsə belə artıq o qadını sevdiyini və qadının özünə dəyər verdiyini o kişiyə göstərdi. Qadın özünü sevdiyini və özünə dəyər verdiyini bu addımı ilə o kişiyə göstərmiş oldu. Bu münasibətdə növbəti dəfə xəyanət eləmə ehtimalı çox azalır. Amma bizdə biz özümüzə dəyər vermədən qarşımızdakından dəyər gözləyirik. Mümkün deyil bu. Olmayacaq da. Və bu birinci hal idi ki, burada artıq kişi ikinci dəfə xəyanətə getmir. Amma daha çox hallarda nə baş verir? Daha çox hallarda biz görürük ki, qadınlar günahlandırırlar kişini ömür boyu, digər qadınları ömür boyu günahlandırırlar və özlərində heç bir məsələ
görmürlər. Xəyanətə uğrayan qadın özündə heç bir məsələ görmür və davamlı kişini günahlandırır münasibətdə. Və amma həmin münasibətin içində də davamlı kişi gedir xəyanət eləyir. Hər dəfə, bir dəfə yox, iki dəfə yox, üç dəfə yox, hər dəfə. Hər dəfə söz verir, xəyanət eləyir, söz verir, xəyanət eləyir. Və bu hal da təkrarlanır. Bu halda dedik ki, kökü qadının özünə dəyər verməməsindən və kişinin qadını artıq cibdə görməsindən gəlirdi. Amma burada əslində əsas məsələ o xəyanətə uğrayan qadının özünə sual verməsi ilə dəyişə bilər ki, niyə mən hər dəfə bu xəyanətə uğrayıram da? Niyə qonşunun qızı yox? Niyə nə bilim əmim qızı yox, xalam qızı yox? Niyə mən? Bizdəki qadınlar deyir ki, mənim yoldaşım pisdir deyə mən uğrayıram xəyanətə. Yaxşı, o pis yoldaş sənin yanında niyədir? Niyə qonşunun yanında yoxdur? Niyə sənin qohumlarının yanında, qohumlarının qızlarının yanında yox, sənin yanındadır? Deməli, məsələ səninlə bağlıdır da. Kişi pis ola bilər. Xəyanət edən kişi yaxşı deyil onsuz da. Yəni ona Biz bunu normallaşdırmadıq, buna yaxşıdır da yox, demədik. əsla o yaxşı deyil. Onun zaten boşluğu var, emosional boşluqları. Doldurmaq istədiyi üçün xəyanət eləyir. Burası belədir. Amma sən niyə o kişinin yanındasan? Dünyada 4 milyard kişi varkən niyə məhz o kişi? Və indi mən belə deyəndə qadınlar deyirlər ki, kişilərin 90%-i xəyanət edir. Hətta Bunu da elə normal yazırlar ki, 90%-i xəyanət edir də onsuz da. Xeyr, elə deyil, əsla elə deyil. Yəni sadəcə olaraq proqramlamasında xəyanət proqramı olan kişi və qadın bir-birini çəkir. Başda dediyimiz kimi travmalarla bir-birini tapırlar. İkisində də xəyanət proqramı var. Biri xəyanət olunmağa açıqdır ona görə, biri də xəyanət eləməyə açıqdır ona görə. Avtomatik. İkisi də eyni proqramlamadan bir-birini tapıblar. Yəni birinin xəyanət olunma proqramı açıqdır, fədakardır deyə bu onu yaxşı eləmir. Yaxşı nə mənada hamısı yaxşıdır ya. Sadəcə olaraq, yəni psixoloji durum olaraq yaxşı düz eləmir. Biri xəyanət sağlam insan deyil psixoloji olaraq sağlamlıq yoxdur. Biri xəyanət olunmağa açıqdır, biri də xəyanət eləməyə açıqdır və ona görə də bir-birini tapıb o əksdirlər də, müsbət mənfini tutur, o bir-birini tuturlar travmalarla. Tapışırlar və başlayırlar münasibətdə bu cürünə problemlər yaşamağa, amma günahlandırmaq heç vaxt münasibətdə həll deyil. Qarşını günə məsələni özünüzdə nə qədər axtaracaqsınız? Məndə nə məsələ var ki, mən bu problemin içindəyəm. O qədər çox da artıq məsələnin kökünə baxacaqsınız. Bu hər situasiya üçün keçərlidir. Ən xırda situasiya üçün belə keçərlidir bu. Ki məndə nə var? Mən nə etməliyəm? Günay xanım, xəyanətdən danışdıq. İndi hesab eləyək ki, qadın və ya kişi xəyanəti bağışlamayıb, artıq boşanmalara gedir. Hal-hazırda da boşanmaların sayı artıb. Azərbaycan Avropada boşanmaların sayına görə 3-cü sıradadır. Boşanmalardan danışaq biraz da və boşanmanın uşaqların üzərindəki təsirindən də danışaq. Necə eləyə bilərik ki, uşaqlar bundan tam zərərsiz çıxa bilsinlər? Çox yaxşı bir sualdır. Çünki həqiqətən ölkəmizdə ən çətin bir proses halına gəlib. Çətin bir proses boşanma prosesi. Çətin bir proses halına gəlməsinin səbəbi də tərəflərin, yəni münasibətdə olan boşanmağa hazırlaşan tərəflərin bunu çətinləşdirməsidir. Və burada əsas məsələ ondan ibarətdir ki, biz artıq ölkə olaraq, insan olaraq boşanmağı bacarmırıq. Həqiqətən düzgün boşanmağı, yəni düzgün formada necə boşanmaq lazımdır. Belə deyim də, bu mədəniyyət bizə gəlməyib sanki də. Hələ də yoxdur bizdə bu və ona görə də ən çox burdan əziyyəti də kim çəkir? Uşaqlar çəkir. Ümumiyyətcə xarici ölkələrdə siz görə bilərsiniz ki, evlənmək kimi boşanmaq da normaldır. Onlar üçün normaldır deyə bu hal. Və biz dedik, dəyərlərimiz dedik və bizim dəyərlərimiz bəlkə də buna imkan vermir, biz boşanmağı normallaşdıraq. Amma bizə imkan verməyən bu dəyərlər də uşaqlarımıza ziyan verir. Bizim gələcəyimizə ziyan verir. Və biz bunun nə qədər fərqinə varsaq, o qədər çox daha sağlam bir cəmiyyət yaradarıq. Və biz evliliyi də, boşanmanı da evlilik kimi normal düşünə bilməliyik. Və buna ağrılar yükləməməliyik ki, oradakı uşaqlar əziyyətə düşməsinlər. Və ağrılar yükləyəndə ana, xüsusilə ana burada psixoloji sağlam deyilsə, boşanma ərəfəsində o uşağa başlayır travmalar qoymağa. Ən belə
yaxşı halda deyək, ən belə yaxşı vəziyyətdə deyək, başlayır atanı günahlandırmağa, boşanmaya səbəbkar olaraq yalnız atanı göstərməyə, uşağa da bu cür nə yeridir və daha çox hallarda və bu uşağın da gələcəkdə ata obrazı ilə kontaktının zəifləməsinə gətirib çıxardır. Və analar bunun fərqində deyirlər ki, öz uşağının yanında o uşağın atası haqqında neqativ söz deməsi o uşağın birbaşa gələcəyi ilə oynaması deməkdir. Və ata obrazı nə qədər də neqativ olsa, ən pis variantda bir ata belə olmuş olsa, 0-7, hətta 10 yaşa qədər o uşaq psixoloji durumunda o ata haqqında eşitdiyi hər neqativ söz, hər neqativ duyğu onun birbaşa gələcəkdəki münasibətlərinə və quracağı həyatına neqativ olması deməkdir. Və bizim qadınlar bunu nə qədər anlasalar, o qədər çox sağlam uşaq yetişdirəcəklər. Bu eyni şəkildə kişilərimizə də aiddir. Boşanmadan sonra qadınları başlayırlar anasını pisləməyə və uşaq həftənin 3 günü orada olur, 4 günü burada olursa əgər ana atanı pisləyir, ata ananı pisləyir və sonra başa düşmürlər ki, elə başa bilirsiniz niyə? Bu güc mübadiləsidir. Uşağın üzərindən apardıqları güc mübadiləsidir və uşağı sanki bir əşya olaraq qoyublar ikisi arasına və neyniyirlər? Uşağın sənin haqqında belə düşünür, nə bilim, onsuz da uşağın da səni sevmir, uşağıma da demişəm bu sözləri sənin haqqında deyərək uşağın üzərindən digər tərəfi manipulyasiya eləyirlər əslində. Və bundan zövq alırlar. Niyə? Çünki aqressiyadan qidalanırlar. Və bunu ən böyük zərəri də öz uşaqlarına verdiklərinin fərqində belə deyirlər. Buna görə də daxillərindəki aqressiya ilə boşanmaya gedən valideynlər daxili aqressiyalarla işləməlidirlər ki, ilk növbədə mütləqdir bu terapiyalarda o aqressiya daxildə bitsin, onu artıq qarşı tərəfə yönləndirməsinlər. Və yönləndirmədikləri halda artıq uşağa da yönləndirmirlər. Və aqressiya bitibsə, içdən çıxıbsa, öz həyatına insan baxa bilir. Amma o aqressiya ilə boşanma varsa, ən böyük zərəri oradan uşaqlar görəcək. Qarşı tərəfi pisləmirik uşağa. Bəs uşaq soruşanda ki, niyə boşandınız, niyə ayrıldınız? Bunda nə desinlər? Niyə boşandınız? Ümumiyyətcə, niyə evləndimsə elə də boşandım. Cavab budur. Evləndim, mən istədim, düzdür? Boşandım, yenə mən istədim. Evlənəndə başqaları bizi məcbur eləyə bilər? Yox da, başqalarının təsiri olmur da. Evliliyi necə həyata keçiririk? Normal insanlardan danışırıq da indi. Düzdür? Evliliyi necə həyata keçiririk? Özüm istədim, evləndim. Düzdür? Belə adlandırırıq da. Niyə boşanmada başqa faktorları günahlandırmalıyıq? Niyə belə göstərməliyik ki, boşanma qlobal bir problemdir? Və bu göstərməyimiz bizi İndi deyəcəklər ki, boşanmanı normallaşdırırsınız. Biz heç nəyi normallaşdırmırıq. Məsələ bu deyil. Məsələ o vəziyyətin yaranmasıdırsa, vəziyyətdən ən az necə zərərlə çıxmaq olar. Məsələ sadəcə bunu izah eləməyə çalışır ki, vəziyyət, situasiya yaranıbsa, orada necə ən az zərərlə çıxmaq olar. Düzdür? Və burada əsas məsələ odur ki, uşaq travma almasın deyə uşağa cavab bu olmalıdır ki, mən öz istəyimlə evləndim, həyatımın qərarlarını verəcək insan mənəm. Biz bir-birimizə uyğun deyildik, indiyə qədər bir-birimizi sevdik, bir-birimizə hörmət elədik, bu evlilik bu qədər il davam elədi. Amma indidən sonra artıq bizim düşüncə modellərimiz bir-birinə uyğun gəlmir. Və biz ayrılırıq bir-birimizə hörmət edərək yenə də. Sənin atan dünyanın ən yaxşı atasıdır. Çünki o sənin atandır. Eyni şəkildə sənin anan da dünyanın ən yaxşı anasıdır. Çünki o sənin anandır. Bu sənin üçün keçərlidir. Bunu hər iki tərəf sağlam şəkildə deyə bilərsə, içdən və davranışları ilə də bunu göstərməlidir. O da bir gün bunu deyib sabah gəlib təzədən şikayət eləməyib. Telefonda danışanda ay mama, nə bilim, yoldaşım belə elədi, mən nifrət mesajları danışırsa, əlbəttə ki, uşaq orada fərqi yoxdur. Eşidəcək və nitq dili də var da, bizim o bədən dilimiz də var da. Jestlərlə falan da göstərməyə. Bəli, ona görə emosiyalarını işləməlidir ki, bədən dili ilə də, davranışları ilə də bu sözləri uşağa deyə bilsin həqiqətən və emosiyalarını bitirsin içində. O aqressiyanı o uşağa ötürüb o uşağın gələcəyini məhv eləməsin. Ana ata olmaq çox çətin bir məsələdir, belə başa düşürəm. Yəni sən bir insana yeni bir yön verirsən və hər şeyə fikir verməlisən. Yəni bunu da düşünün, qərarlaşdırın, ondan sonra ana ata olun. Hər adam da ana ata olmasın. Günay xanım, çox təşəkkür edirik. Çox maraqlı söhbət elədik, çox maraqlı məqamlara toxunduq və ən əsası onu öyrəndik ki, hər bir situasiyada biz özümüzə qayıdırıq
özümüzü analiz edirik. Niyə mən bu vəziyyətdəyəm? Biz bu sualı veririk. Bu podkastda bu nəticəyə gəldik. Heç nəyi normallaşdırmadıq, hər şeyin səbəbini aydınlaşdırdıq və çox maraqlı söhbət oldu mənim üçün. Çox təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun, təşəkkür edirəm. Mən də dəvətiniz üçün mənim üçün də çox xoş oldu. Bizi izlədiyiniz üçün təşəkkürlər Protax izləyiciləri. Bu yayım 24/7-nin baş sponsorluğunda həyata keçdi. Bəyənməyi, abunə olmağı, rəy bildirməyi unutmayın. Şərhlərdə kimi qonaq kimi görmək istəyirsinizsə qeyd edə bilərsiniz. Protax.